Bakı-Sumqayıt yolunda 5 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib, xəsarət alanlar var. Bugün TV reportaj saytına istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Məlumata görə müxtəlif markalı 5 avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bugün saat 12:00 radələrində yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Məlumata görə çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 3 nəfərə təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Allah kömək olsun. Allah kömək olsun. Yazıq. Sumqayıt yol təmiz dayanır. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.